Salam, əziz izləyicilər. Videolarımızın daha çox insana çatması üçün bəyənmə düyməsini basmağı unutmayın. Yeni abunəçilərimizə zəng düyməsini aktivləşdirməyi xatırladaq. Mənim adım Məryəmdir, 20 yaşım var və bankçılıq təhsili alıram. Maddi çətinliklər yaşayıram. Sevgilim Daniel həftədə 2 dəfə mənimlə görüşür və hər görüş üçün mənə 50-60 min manat verir. Əvvəlcə yaxınlıqdan qorxurdum, amma Daniel etibarlı idi və heç kimə demədi. Təhsil haqqımı ödəmək üçün $100 ehtiyacım var idi. Danieldən soruşdum, amma onun da pulu yox idi. Dostundan almağı təklif etdi. Razılaşdım. Yarım saatdan sonra dostu Yusif gəldi. Yusif Danieldən daha böyük və tüklü idi. Özləri ilə spirtli içki gətirdilər. Məni içkiyə məcbur etdilər. Bir müddət sonra Daniel getdi. Yusif mənə yaxınlaşdı və mənə yaxınlaşmağa başladı. Narahat oldum və Daniel etdiyim sədaqəti xatırladım. Amma o, mənə bu barədə düşünməməyi və rahat olmağımı dedi. Bir müddət sonra Yusif otağa qayıtdı və mənə yaxınlaşmağa davam etdi. Vəziyyətim belə idi. Daha da pisləşirdi. Yusif əlini belimə qoyub məni narahat etməyə başladı. Sonra məni qaldırıb arxamdan möhkəm qucaqladı. Güclə təmasda olduğum üçün özümü müdafiəsiz hiss etdim. Bu hadisədən sonra evə qayıtdım. Bir müddət keçdi və yenidən pula ehtiyacım oldu. Bu dəfə başqa bir dostumdan kömək istədim. O, məni evinə dəvət etdi. Evə girəndə yanında başqa bir kişi var idi. Bir müddət danışdıqdan sonra həmin kişi məni narahat etməyə başladı. Çox qorxdum və narahat idim. Onun aqressiv hərəkətləri qarşısında özümü müdafiəsiz hiss edirdim. Bir müddət sonra evdən çıxmağı bacardım. Bu hadisələrdən sonra özümü pis hiss etdim və niyə bu qədər asılı olduğumu düşünməyə başladım. Həyatımda dəyişikliklər etmək və özümü daha güclü hiss etmək üçün addımlar atmaq qərarına gəldim.